Dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərindən ucuz maşınlar bizdə. Dəyərli dostlarımız, çox maşın haqqında tərif deyirik, çox maşınlar satırıq. Sizlər də çox maşın alırsınız, Allah sizləri var eləsin. Bu günlərim 7 yanvar sizlərə elə bir qiymət, elə bir maşın deyəcəm ki, mən deyəndən sonra girin sahiblərdə baxın. Nə bilim, harada istəsəz axtarın. Yer olaraq fərqi yoxdur. Gəncə, Bakı demək olar eyni yerdir. Sadəcə olaraq müəyyən dostlarımız Bakıdadır. Gəlməyə fikirləşir ki, mən gəlsəm orada nə bilim, nə belə. O da narahatçılıq yoxdur. Gələn hər biriniz qonağımız ola bilərsiniz. Sizlərə bu günlərim 2014 özü olan, Texpasport 2013 olan Porsche Cayenne'imiz. Porsche Cayenne'imiz haqqında məlumat verəcəm. Şəxsən mən bu maşını özüm alanda 3 aydan çox axtardım. Demirəm, 4-8 də yaxşıdır. Sadəcə olaraq rasxozsuz, nə bilim, balonsuz, birbaşa, yəni 3.6 özü. Bu o deməkdir ki, yəqin ki, anlayışı olanlar məni başa düşür ki, söhbət nədən gedir, nə demək istəyirəm. Düzdür, bərk çəkimlə 4-8 gedə bilər. Amma usta baxımından, amma rasxod baxımından 3.6-ya çata bilməz. Gördüyünüz bu 3.6 tam sadə versiyada olan Porsche Cayenne'imiz bez detaldır. İki yerində kraskası var. İki detalında kraskası var. Buruqla yox, cızıqla kraskası olur. Və gördüyünüz kimi ön hissəsindən hələ bax, bu deməli cızmışdı. Kapot kraskalandı, bu qaldı. Bir dənə problemi budur maşınımızda. Maşınımızın qiymətləri 31.000 manat. Girin səhifələrdə baxın. 31.000 manat. Əgər kimdəsə qara rəngdə, kimin ona kimi qalik varsa da, saxlıq qalınvageni varsa da, yaxınlaşa bilər, nağdi qiyməti alır. Və yaxud da barter edə bilər. Söhbət kimin səhsin, kimin ona kimi olan qalik demək. O da bizim maşın kimi olsun, başqa işlət demir. Və adlı ilə satmaq istəyir, yenə problem. Gəlsin nağd alan. Çəkiliş vasitəsindən dedim ki, müəyyən dostlarımız sayta zaten qoyub bilmir. Bir də göstər eləsi var, mənim kimi çox vaxtı, o vaxtı mən də bilmirəm. Sayta qoymadım, axtaram ki, bunu kimə satar. Ona görə dedim, bəlkə mən qardaşlarım qarşısına çıxar. Yıxsın, əlaqə nömrəmiz profildə var. 7 yanvar çəkirəm və 15 yanvara kimi sözümüz qüvvədədir. Bizim sosial meşə qüvvədə sadəcə olaraq yalnız alqı-satqı söhbət. İnşallah o vaxta kimi satılır. 2014 Texpasport 2013 olan Porsche Cayenne'imiz 31.000 manat nağdi qiymətədir. Da barteri demirəm, barter olacaqdır. Mən bunu biraz baha deyim, 38-də 40-a deyim, yox. Məndə elə şey yox. Mən aldığım maşını da düz alıram, satdığımı da düz satıram. Yaxında şimdi maşın ətrafını göstərək, dəyərli dostlar. Ünvanımız ise Gəncə şəhəri, Yarmarkanın yanı. 172 mindir, 173 mindir probektir. Maşın birbaşa aformluqdur. Heç bir problemi yoxdur. Yaxınlaşaq, təkərlərini göstər, zəhmət olmasın. Qoltuq sür, hara istəyirsən get. Yağına kimi təzə dəyəcəm. Təkərlər yerindədir. Arxa səsinizdən, bir də ətraflı bir rəngə şəkil götür. $31.000 manata belə bir maşın inanma ki, hardansa taparsınız. 29.000-ə 29.000-ə belə maşın olsa, mən nağdı gen alaram o maşını. Da deməsin ki, ay nə bilim onun qiyməti, bunun qiyməti. O boş-boş danışanlara da söz. Yəni mən satdığım qiymətə belə Porsche Cayenne yox. Kimdə də varsa da, liboy bir maşınla 500.000 manat aşağısa gəlsin mən alayım. Mən satdığım qiymətə 500.000 manat aşağısan. Arqa nömrə profildə var. Ünvanımız Gəncə şəhəri, Yarmarkanın yanı. Allah hər birinizi var eləsin. Paxıllıq edənin paxıllığı özünə. Üzümüzə gülür, dalımıza biz sevirənlər var. Maşınlarımız öz-özünə qiymət qoyanlar var. Qardaş, o deyir biz meydandayıq. Sözüm var, nömrəmiz açıq, telefonumuz açıq, yerimiz, yurdumuz bəlli. Kimlə danışır, qoy danışsın. Bir Allahımız bilsin, bir də sizlər bilin bizi, vəssalam. O yalanla ortalıqda söz aparanlar, söz gətirənlər, o danışanlar, boş-boşuna paxıllığımızı çəkənlər, o elə çəkə-çəkə də dursunlar. Öpürəm sizləri. Bəli, dəyərli dostlarım, 15 yanvara qədər yolumuzu gözləyirəm. Bağla geçsin.